Dünyanın ən təhlükəli canlılarının reytinqi hazırlanıb. Our World in Data məlumat bazasının təqdim etdiyi statistika göstərir ki, insan həyatı üçün ən böyük təhlükə iri yırtıcılardan deyil, gözlə görünməyən kiçik həşəratlardan gəlir. Siyahyağ cıqanaqlar başçılıq edir. Malariya, dengi və sarı qızdırma kimi xəstəlikləri yayan bu həşəratlar hər il təxminən 760 min insanın ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə təkcə malariya hər il 600 minə yaxın can alır ki, bunun da əsas zərbəsi Afrika ölkələrinə dəyir. Reytinqdə növbəti yerləri ilanlar və hətta sadiq dostumuz hesab olunan itlər tutur. Belə ki, ilan sancmasından ildə 100 min, quduzluq xəstəliyinə yoluxmuş itlərin dişləməsindən isə 40 min insan həyatını itirir. Şirin su ilbizləri və taxtabitilər də ölümcül infeksiyaların yayılmasında mühüm rol oynayaraq minlərlə insanın ölümünə vasitəçilik edir. Alimlər vurğulayırlar ki, geniş yayılmış təsəvvürün əksinə olaraq akula və aslan kimi iri heyvanlar kiçik parazitlərlə müqayisədə insan həyatı üçün qat-qat az təhlükə yaradırlar.